Vaxtınız xeyir olsun değerli izləyicilərimiz. Xoş gördük sizləri. Məşləqa Buzovna yolunda Şəqərarlan ərazidə yola tam bir yaxın məsafədə 50 metr məsafədə belediyə marşrut tam qapının kənarından keçir. 4 sot torpaq sahəsinin üzərində bax belə bir şəxsi tikili həyat edilmiş. Vallahi hər kəsin malına mülkünə bərəkət versin istədiyi mülkə sahib olsun inşallah. Hər hissəsini sizlərə təqdim edək. Bir zal, 2 yataq, 1 mətbəx, 1 sanzeldən ibarətdir. Şəxsi tikilidir. Hər hissəsini göstərək, zəhmət olmasa. Adıca burada torpaq sahəsi qoyulub. Meyvə ağaclarına qədər var. Evin ön hissəsini sizlərə təqdim edək. Navest, damik paket bir formadadır. Evin qabaq hissəsində yay balkonu nəzərdə tutulub və giriş hissəsini sizlərə təqdim edəcək. Və ilkin olaraq qiymət 78.000 manatdır. Sənəd köhnə bəylidir və kommunallarına qədər var. Gəl qardaşım qabağa zəhmət olmasa. Evində, onu da nəzərinizə çatdıraq ki, evin sağ hissəsindən keçid edib, sol hissəsindən rahat bir şəkildə çıxmaq olur. Evin giriş hissəsində sizlərə təqdim edəcək inşallah. Burada gördüyünüz kimi açıq eyvandır, qeyd etmişdir və nəzərdə dizmişdir sizə. Yəni, kim istəsə düzəldə də bilər, kim istəsə qala da bilər və giriş hissəsini təqdim edəcək. Gəl buradan qardaşım, giriş hissəsini rahat bir şəkildə təqdim et və giriş hissəsini sizlərə təqdim edək. Və sol hissəsində də qeyd etmişdik. Bütün meyvə ağaclarına qədər var. Və inşallah keçid edirik evin içərisinin təqdimatına və ev qeyd etdiyimiz kimi tam təmirlidir. İnşallah keçid edirik evin içərisini təqdim edək sizlərə. Qapılardan istifadə olunub. Hər otağın aboyu da ayrı-ayrılıqdadır. İnşallah zal hissəsini təqdim edək. Burada belə bir səliqəli bir zalı var. Ondan zəncə çatdıraq ki, stili kombidir. Və keçək inşallah yataq otaqlarının təqdimatına. Burada da bir yataq otağımız var. Bunu da təqdim edək sizlərə. Sonra keçirik ikinci yataq otağını təqdim edək sizlərə. Ondan da zəncə çatdıraq ki, otaqlar genişdir, yəni. Çox vaxt bəzi otaqlar balaca olur, yəni geniş otaqlardır. Və mətbəx hissəsini təqdim edək sizlərə. Mətbəxdə tam səliqəli bir mətbəx var. Fikir verin, mətbəx hissəsini təqdim edək. Və keçək sanitariya hissəsinin təqdimatına, yəni yalnız mətbəx mebeli qalacaq. Koridorun özündə belə radiatorları qoyulub. Sanitariya hissəsini təqdim edək izləyicilərimizə. Və qeyd etdiyimiz kimi dəyərli izləyicilərimiz, Məşləqa Buzovna yolundadır. Və onu bir şey nəzərinizə çatdıraq ki, burada da əlavə bir kladovkası var. Ayaq yolusu var ayrıca. Burada kombika. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşləqa Buzovna yolundadır. Yola yaxın bir məsafədədir. Şəxsi tikili 4 sot torpaq sahəsinin üzərindədir. Bir zal, 2 yataq, 1 mətbəx, 2 sanzeldən ibarətdir. Şəxsi tikili sənəd köhnə bələdiyyə və kommunallarına qədər var. İlkin olaraq qiymət 78.000 manat reallıq olaraq ev sahibi tərəfindən endirim olunacaq. Və səhifəmizi izlədiyiniz üçün Məşləqa Əmək Əməkdaşları rəhbərliyinə sizlərə dərin təşəkkürümüzü bildiririk.